Azərbaycandan İsveçrə kəndlərinə necə getmək olar? Bundan əvvəl paylaşdığımız İsveçrə kəndləri vloqumuz çox insanın diqqətini çəkdi və çox insan sual verdi ki, ora necə gələ bilərik? Hər şeyi ən ucuz şəkildə necə etmək olar bu videoda açıqlayacağam. Kəndlərə birbaşa bilet yoxdur. Ona görə də birinci Zürix şəhərinə getməliyik. Aviasiya saytına daxil olub ucuz qiyməti olan bir tarix seçirik. 1-2 ay öncədən alsanız daha ucuz olur. Burada bir tərəfli yol göstərirəm. Qayıdış biletini hesablamadım. Biletə daxil olduqda isə görürük ki, hansı şəhərə birinci uçacağıq, oradan sonra da Zürix şəhərinə. Wizz Air şirkəti ilə öncə uçuruq Romaya, daha sonra Zürixə. Şəhərə düşən kimi pulunuzu franka çevirməyi unutmayın. İndi isə kəndlərə necə getmək olar onu göstərəcəm. Bunun üçün dəmir yol vağzalından, aparatdan bilet almalıyıq. Onlayn şəkildə saytdan da ala bilərsiniz. Bu İsveçrə qatarının saytıdır. İlk öncə Bern şəhərinə getməlisiniz. İstiqaməti yazdıqda burada qiymətlər çıxır. Hype Tax adlı önəmli bir şeyi sizə çatdırım. Mən bu səhvə etdim, siz etməyin. Bu qiymət yarı bilet sayılır. Yəni İsveçrə kartımız olmadığı üçün bu biletə 2 qat qiymət ödəməlidirlər. Yoxsa 100 frankdan çox cəza ala bilərsiniz. İndi isə sizə harda ucuz qala biləcəyinizi açıqlayacağım. Mənim könlümə kamp etmək düşmüşdü. Əgər siz komfort səyahət istəyirsinizsə, Booking.com saytına daxil olub otel seçə bilərsiniz. Bilməyənlər üçün bir şey göstərim. Burada tarixi qeyd edib qiymətlərə baxırıq. Əgər desəz ki, bu otel bizim üçün bahadır, yuxarıda filtr hissəsinə daxil olub 100 franka qədər otel qiymətlərinə baxa bilərsiniz. Önəmli bir şey daha, çalışın alış-verişi Bern şəhərində edin, çünki kəndlərdə qiymətlər çox bahadır. Kamp etsəniz yeməyi özünüz də bişirə bilərsiniz. Gəzməli yerləri necə öyrənə bilərik? Bunun üçün aşağıda həmin şəhərin ən çox gəzməli 10 yerini yazıram və baxıram. Mən ən çox TripAdvisor saytından istifadə edirəm. Burada şəkillərini və adlarını detallıca hamısını göstərir. Vizanı necə almaq olar, onun haqqında bir şey deyə bilmərəm. Onun üçün turizm şirkətlərinə yaxınlaşsanız daha yaxşı olar. Daha maraqlı ölkə vloqlarını qaçırmamaq üçün səhifəmizi izləməyi unutmayın. Hər kəsə xoş istirahətlər.